Bu gün Bayern Münhen tarixinin ən yaxşılarını seçirik. Ən yaxşı qapıcı. Ən yaxşı qapıcı təbii ki Manuel Neuer. Futbol tarixində ayaqla oynamağın önəmini və 5-ci dörtlü müdafiə sistemində 5-ci müdafiəçi olmağı, qapıcının komanda üçün 12-ci oyunçu olmağının üstünlüyünü göstərdi. Mənə görə tarixin ən yaxşı qapıcılarından biri, bəlkə də birinci elə Neuerdir. Bayern Münhen tarixinin ən yaxşı müdafiəçisi. Müdafiəçi olmağına baxmayaraq heç vaxt qırmızı vərəqə almamağı bacarmaq mükəmməl bir göstəricidir. Filip Lam həm oyunu idarə etmə qabiliyyəti, oyun içərisində hücuma qoşulmağı və bu qədər ehtiyatlı oynayırlar müdafiəçilər içərisində dünyanın ən yaxşılarındandır. Bavariya tarixinin ən yaxşısı olduğunu düşünürəm. Ən yaxşı yarım müdafiəçi bəs kimdir? Ən yaxşı yarım müdafiəçi Joshua Kimmich'dir. Müdafiədən başlayaraq sonradan yarım müdafiəyə keçən və Guardiola'nın onun komandanın beyni kimi gördüyü futbol oyununa bu qədər təsir edən təşviş oyunculardandır. İndi keçirik ən yaxşı cinah oyuncusunu seçməyə. Bu haqda çox uzun bir şey deməyəcəm, sadəcə sola çəkir və zərbə vurur. Arjen Robben. Bəs ən yaxşı mərkəz hücumçusu kimdir səncə? 9 dəqiqə və 5 gol. Lewandowski möcüzəsi. Amazing goal! Bəs sənin fikrincə ən yaxşılar kimdir? Rəylərə mütləq yaz.